Salam, hər vaxtınız xeyir olsun. 9-cü 2026-cı il buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi. 31-ci suala baxırıq. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnamə aldım cümləsinin sintat təhlili bağlı sxemi düzgün müəyyən edin. Nə etdim? Aldım. Kim aldı? Mən. Nüqtədə buraxılıb. Haradan aldım? Gimnaziyadan. Nə almışam? Şəhadətnaməmi. Nə vaxt, nə zaman? Hərbi xidməti başa vurduqdan sonra. Nəhayətsə modalsız olduğuna görə bilirsiniz sintax təhlili yetmir. Demək, zərflik, zərflik, tamamlı xəbər. Zərflik, zərflik, tamamlı xəbər. Cavab E bəndi doğrudur. Hansı cümlədə fe'l sifət tərkib yaratmışdır? Ev sahibləri gələn qonaqları mehribanla qarşıladı. Nə etdi? Qarşıladı. Kim qarşıladı? Ev sahibləri kimi? Qonaqları. Hansı qonaqları? Gələn qonaqları. Burada tərkib yoxdur. Ahəstə süzən qartal anədən şikarına tərəf şığıdı. Nə etdi? Şığıdı. Nə qartal? Necə? Ahəstə sürən. Hansı qartal? Ahəstə süzən. Fe'l sifət tərkib yaradır. Asif yazılmış məktubu qatlayıb zərfə qoydu. Hansı məktubu yazılmış məktubu? Kim? Asif. Görürsünüz, sadəcə fe'l sifət. Dostum oxuyan məqsədinə çatar. Dostum oxuyan məqsədinə çatar. Görürsən, dostum xitabdır. Ondan əlavə söz təmini demək tərkibdir. Yaşıllaşan fe'l sifətdə əvvəlində söz yoxdur, demək fe'l sifət tərkibi yaratmayıb. 33-cü suala baxırıq. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Yerimək öyrətdin, tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən gərək öyrədəydin yıxılmamağı. Əvəzliyin bir məna növündən istifadə edilmişdir. Burada bir əvəzlik var, sən, demək bu doğrudur. Yönlük halda işlənmiş söz mənsubiyyət şəkilçilidir. Balan, bala, balana. Sözün köküdür, düzdür, yönlük halda mənsubiyyət şəkili. Bu yanlış fikirdir, bax, bu yanlış fikirdir. Mənsubiyyət şəkili deyir. Sənin balan, burada bala sözündəndir. Bala, balan, balana. İkinci misrada işlənmiş isimlər təsirli haldadır. Aranı, dağı doğrudur. Təsriflənən fe'llərin hamısı xəbər şəklindədir. Bax, cavabımız yalnız qrammatik sözü işlənmişdir. Yalnız qrammatik mənası olan söz işlənmişdir. Bu da doğrudur. Çünki gərək sözü köməkçilik hissəsidir. Təsriflənən fe'llərin hamısı xəbər şəklindədir. Yerimək öyrətdin. Nə etdin? Öyrətdin. Xəbər şəklindədir. Dolaşdım. Nə etdim? Dolaşdım. Xəbər şəklində burada dolaşdım. Xəbər şəklində balana yerimək öyrədincə sən gərək öyrədəydin. Gərək öyrədəydin. Kaş öyrətmək, öyrədəydin. Demək, burada arzu şəklindədir. Cavabımız deyibəndir. Üstən burada balanın sözündə bala sözünün köküdür. Sənin balan, balana. Demək, həqiqətən də təsirli. İkinci misrada yönlük halda işlənmiş söz mənsubiyyət şəkilçilidir. Tərz hərəkət zərfinin təsriflənməyən fe'lə aid olduğu nümunə tamamilə xəbərsiz idi ki, necə gəliblər. Bax, görürsən, burada təsriflənən fe'l ümumiyyətlə heç yox, təsriflənməyən fe'l. Bir cavablar olanları çıxırıq rahatca. Belə danışmağın heç bir əsası yoxdur. Bax, burada tərz hərəkət zərfi yoxdur. Bax, belə əvəzlikdir, zərf deyil. İkilər də çıxır, fikir verin. Cavabımız 4, 5, 6. 4, 5, 6. Şuşada çiyin-çiyinə döyüşən, bax budur. Öz olan iftixarla danışan, dilucu təşəkkür edərək necə dilucu? Demək, cavabımız nədir? 4, 5, 6-da. Uyğunsuzluğu müəyyən edin. Vasitəsizlikli cümlədir, durğuşara buraxılmışdır. Vasitəlikli cümlənin sxemidir. Deyək ki, uyğunsuzluğu, yəni ki, bu sxemə uyğun olmayan tapacağıq. Qarı biraz düşünüb, yaxşı qərar. Yaxşı, qərar sənindir. Qarı biraz düşünüb, qoşa nöqtə. Yaxşı, dırnaq şərəsi açırıq, bura vasitəsi nədir? Yaxşı, qərar sənindir. Vergül, tiri, müəllifin nitqi, yəni ki, burada. Olmalıdır, müəllifin vasitəsi nitqi, vergül, tiri. Bu doğrudur. Bax, müəllifin nitqidir, bura vasitəsi nitqi, bu da müəllifin nitqidir. Bəli, dedi, bir dəfə yerli bələdçilərlə qorğa getmişdir. Bəli, bir dəfə yerli bələdçilərlə qorğa getmişdir. Bax, bu vasitəsi nitqdir, bu müəllifin nitqidir, burada yenə vasitəsi nitqdir. Bu sxem uyğundur. Cavabımız B bəndidir. C-yə baxırıq. Biz demək olar ki, çatmışıq, deyə Səlim
gülümsədi. Bax, bu da vasitəsini dırnaq şərəsi asırıq. Bura qədər, vergül 3D-yə qədər. Gülümsədi nöqtədə. Mən buradayam. Doğruda həqiqətən də vasitəsini və müəllifin nitqinə bax. Mən buradayam, komandir. Cəld dilləndim. Bura gələ bilərsiniz. Mən buradayam, komandir. Cəld dilləndim. Bax, bura bu vasitəsini nitqi. Cəld dilləndim müəllifin sözüdür. Bura gələ bilərsinizmi? Sual işarəsi. Bu da vasitəsini nitqdən ibarətdir. Və vasitəsini nitq, müəllifin nitqi vasitəsi. Bu da ki, vasitəsini nitq, vergül işarəsi. Yəni məndən açılır, gəlib burada bağlanır, vergül, tiri şəklində olacaq. O doğrudur demək. Kapitan səmimiyyətlə dedi. Qoşa nöqtə, dırnaq açılır, sizi təbrik edirəm. Vergül, leytenant. Bu da nöqtə, müəllifin nitqi vasitəsindən ibarətdir. Həqiqətən doğrudur. 36-cı suala baxırıq. 36-cı. Klasteri tamamlaya bilməz. Uşaq canlı. Bunun belə olmalıdır. Tələffüz forması. Uşaq canlı şəklində tələffüz formasıdır. Açıq necə olmalıdır? Açıq, özündən sonra saatlə başlanan söz yadını qığa əvəzləmə. Aşkar. 2 kar samit yanaş gəlsə, ikincisi nə olur? Zingiltili tələffüz olunur. Deyir, 3 zingiltili samit işlənmişdir. Ş nədir? Ş kardır, x kardır, c zingiltilidir, n zingiltilidir, n zingiltilidir. C demək c zingiltilidir, x zingiltilidir. Ş zingiltilidir, ş kardır, ş kardır, c zingiltilidir. İndi baxırıq. Bu da nə idi? Q zingiltilidir. Deyir ki, uşaq canlı. 3 zingiltili samit işlənmişdir. Bax, 1, 2, 3. Aşağıda da 1, 2, 3. Bu doldura bilər. Buna görə də bizə uyğun ola bilməz götürürük. Plus mənfilər götürərik. Q samitinin kar qarşılığı. Q samitinin kar qarşılığı nədir uşaqlar? X. Birincində var, ikincində yoxdur. Demək, bunu götürməliyik. Açıq saitlərin sayı qapalı saitlərin sayından çoxdur. Açıq saitlər hansılardır? Üstü qapalılar açıqdır, belə deyək. Bax, 1, 2. Bu açıq. 2, 2-dir, bərabərlidir. 2, uşaq canlı. Burada necədir? 1, aşkar. 3 dənə açıqdır. Bir dənə qapalı. Deyir, açıq saatdən say, qapalı saatdən sayından çoxdur. Yanlışdır. Sonra deyilişi və yazı içərisində 2 fərqli məqam var. Uşaq canlı oldu. Canlı, düzdür. 2 fərqli məqam oldu. Həqiqətən. Burada 2 fərqlidir. Burada da x, bu da 2 fərqli məqam oldu. Demək, 4 də doğrudur. Yanaşı işlənən kar və zingiltili samitlər var. Yanaşı işlənən kar və zingiltili samit. Kar, bax, görürsən, yanaşı işlənib. Kar və zingiltili. Burada da kar və zingiltili yanaşı işlənib. 5 də doğrudur. Bax, ş ilə c-dir. Burada x ilə c-dir. Kar qarşılığı olan bir samit işlənib. Kar qarşılığı olan bir samit. Kar qarşılığı ş, j, x, g. 2 dənə oldu. Bu yanlışdır. Demək, cavabımız olmalıdır. 2, 3, 6. 2, 3, 6 nədir? Cavabımız A-bəndir. Bizə ola bilməzləri deyil. Doğruları desəydik, demək ki, 1, neçə idi? 1, 4 və 5 götürəcəkdik. Nümunələr əsasən cədvəldəki uyğun fikirləri müəyyən. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Bu birinci cümləmizdir. Qayıt yerinə qoy ayı, günəşi. Qayıt yerinə qoy ayı, günəşi. Yenə olduğu tək görüm həyatı. Qayıt gözüm nuru, könlüm atəşi. Qayıt sahmana sal bu kainatı. Nümunələrin hər ikisinə aiddir. Nümunələrin yalnız birinə aiddir. Belə yazırıq. 2 yazırıq. Deyir ikisinə də aid. Yəni hər iki nümunəni oxumalıyıq burada. Baxırıq. Deyir ki, nitq hissələrini ifadə olunan həmcins üzvlər. Nitq hissələrlə ifadə olunan həmcins üzvlər. Şərəfim, müqəddəratım, gəncliyim, yerinə qoy, qayıt.
Ayı, bir də günəşi. Həqiqətən də bu bir doğrudur. Baş üzvlərdən birinin həmcinsliyi var. Baş üzvlərdən birinin həmcinsliyi var. Baş üzv mübtəda. Nümunədə hər ikisinə aiddir. Burada baş üzv deyir, baş üzvlərdən birinin həmcinsliyi var. Burada mübtədanın həmcinsliyi var. Burada həm xəbərin, burada xəbərin, orada da mübtədanındır. Demək, ikini götürürük. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Burada həmcins üzvlərdən biri xəbərdir, biri mübtədadır. Demək ki, həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəf ola bilməz, asılı tərəf olacaq. 3-də çıxırıq cavabdan. 1-2-ni də tapmışıq. Demək, ya 1, 2, 4, 5-dir, ya da 1, 2, 4, 6-dır. Nümunədə yalnız birinə aiddir. Birinə, yəni ki, cümlədə demir. 2 fərqli cümlə üzvü həmcinsdir. Bax, burada bir fərqlidir mübtəda, bir də ki, yalnız birinə aiddir. Burada 2 dənə. Biri mübtədadır, biri də üzr istəyirəm. Biri xəbərdir, biri də tamamlıqdır. Deyir, 2 fərqli cümlə üzvü işlənmişdir. Bu doğrudur. Yalnız birinə aiddir. 5-ə baxırıq. Deyir, həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Bu yanlış fikirdir. Həmcins mübtəda söz başlanır. Gəncliyim, şərəfim, müqəddəratım. Burada xəbərlə tamamlıqdır. 5 gedirsə, demək 6 qalır. Həmcins tamamlar işlənmişdir. Həqiqətən də işlənmişdir. Demək 1, 2, 4, 6 oldu. Cavabımız B bəndi. Biri mürəkkəb addır. Ədəbiyyat müəllimi söz birləşməsidir. Dəvə quşu mürəkkəb sözdür. Gülyaz xüsusi isimdir. Günəbaxan mürəkkəb sözdür. Novruz bayramı mürəkkəb ad hesab olunur. Cərgədə birindəki sözlər kök, leksik sxeminə uyğundur. Peşəkar, peşə sözün köküdür. Peşəkarcasına 2 leksik oldu. Küsmək, küskün, küskündür. Bu getdi, olmadı. Dahi, yanə, dahi sözün köküdür. Yanə bir leksik şəkilsi demək bu getdi. Bizə 2 dənə leksik şəkilsi olmalıdır. Gen sözündən genəlmək, genəlmək, genəltmək, genəldir. 2 leksik bir qrammatik olduğuna görə bu da gedir. Tanımaq sözündən tanışmaq, tanışlıq, iş sözündən işləmək, İşlətmək, işlətdikcə feili bağlamadır, bu da gedir. Oxşa sözündən oxşar, oxşarlıq, bərk sözündən bərkimək, bərkitmək demək cavabımız E bəndir. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərdiyinə dəlalət edir cümləsi bağlı doğru fikirlər. Quruluşca mürəkkəb, xəbər şəklində olan feilin deyir. Quruluşca mürəkkəb, xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. B-yə baxırıq. Feillər qayıdış və məlum növdədir. Feillər diqqət yetirildiyinə görə bu olacaq şəxsiz növdə. Demək, bu yanlışdır. Şəxsə və kəməsə görə dəyişməyən feillər eyni cümlə vəzifəsindədir. Hansı uğurlar ölkəmiz beynəlxalq nəyə dəlalət diqqət göstərildiyinə yanlış fikirdir. Feilin bütün təsdiqlənmə formaları nümunə işlənmişdir. Yanlış fikirdir. Feil sifət var. Məsdər məsələn yoxdur burada. Feillərin hər biri söz birləşməsi əsas tərəfini təşkil edir. Yox, bu da yanlışdır. Cavabımız A bəndi deyilə. Mürəkkəb xəbər şəklində olan feilin xəbəri. Quruluşca mürəkkəb dəlalət edir. Xəbər şəklində olan quruluşca mürəkkəb xəbər şəklində olan feil mürəkkəbdir. Quruluşca xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Həqiqətən dəlalət edir. Xəbər şəklindədir. İnşallah birazdan mətn tapşırıqların izah eləyərik. Sağ olun. Özünüzə yaxşı baxın.